Azalın Qroznıda qəzaya uğrayan təyyarəsi Ramiz Mehdiyevin Azərbaycanda hazırladığı dövlət çevrilişi ssenarisi əsasında vurulub. Bu iddia ilə hazırda ABŞ-da yaşayan tanınmış media meneceri Elnur Bayimovun rəhbərlik etdiyi Vesti Baku saytı çıxış edib. Saytın anonim mənbələrə istinadən məlumatına görə ssenari çoxdan hazırlanıb. Plana təyyarə qəzası, hərbi xaos və köhnə elitanın nəzarətində olacaq müvəqqəti hökumət qurmaq daxil idi. Amma hər şey plan üzrə getmədi. Vesti Baku iddia edir ki, plan aydın ssenari, təyin olunmuş rollar və xarici koordinasiya əsasında qurulub. Sayt yazır ki, ssenaridə əsas epizod hərəkətə keçməyə çağırış, məqsədi daşıyan təyyarə qəzası olub. Vesti Bakunun iddiasına görə plan Moskvadakı hərbi dairələr vasitəsilə koordinasiya olunub. Əsas əlaqələndiricilərdən biri uzun müddət Bakıda Moskvanın adamı sayılan general Nəcməddin Sadıqov idi. Ona GPS-ni söndürmək, yanlış siqnallar ötürmək və təyyarənin navigasiya sisteminin işini pozmaqla texniki dəstək göstərmək, Rusiya ordusunun təxribatı həyata keçirməsini təmin etmək tapşırılıb. Materialda qeyd olunur ki, məqsəd ölkədə şok, çaxnaşma və xarici təhlükə qorxusu yaratmaq və bu xaosun fonunda fövqəladə vəziyyət elan etmək olub. Mehdiyevin hələ də aparıcı Kivlərin redaksiya siyasətinə təsir etdiyini və parlamentdə böhran vəziyyətində müvəqqəti hökumətə dəstək verməyə hazır olan loyal qrup saxladığını iddia edən Vesti Baku qeyd edir ki, qəzadan sonra informasiya hücumu planlaşdırılıb. Belə ki, media Ramiz Mehdiyevin nəzarətində olan strukturlar hərəkətə keçməli, əvvəlcədən hazırladıkları materialları yaymalı və müəmmalı qəzadan müvəqqəti təhlükəsizlik şurasının yaradılmasından və idarəçiliyin bu qurumu ötürülməsindən bəhs edəcəkdilər. Daha sonra Vesti Baku yazır ki, Ramiz Mehdiyev öz planını həyata keçirə bilməyib, düşənbə görüşündə isə Vladimir Putin agentin adı da daxil olmaqla hazırlanan çevriliş əməliyyatı ilə bağlı operativ məlumatları İlham Əliyevə təqdim edib.